Salam uşaqlar, hər vaxtınız xeyir. Başlayırıq 1 iyun 2025-ci il 1-ci şans 1-ci qrup qəbul sualından. Sual 31. Amper qüvvəsi maqnit sahəsinə aid bir sualda induksiyanın istiqamətini soruşur. Induksiya B-dir. Hər bir naqil üçün ayrı-ayrılıqda bir çevrə çəkirik. Misal üçün, birinci naqil üçün X olduğuna görə M nöqtəsindən keçən bir çevrə qoyduq. X-də istiqamət saat əqrəbi ilə eynidir. Deməli, M-də olur toxunan bu istiqamətdə belə. Digər tərəfdən bu naqil üçün yenə bir çevrə çəkirik. Həmişə çevrəni çəkəndə çalışın ki, naqil həmin çəkdiyiniz çevrənin mərkəzində qalsın. Bu da saat əqrəbinin əksidir. Burada da olur toxunan, yox, səhv çəkdim. Saat əqrəbinin əksi. Saat bu istiqamətdə. Saat əqrəbinin əksi bu yöndədir. Bu da olur toxunan bu istiqamətdə. Deməli, uşaqlar, bu vektorla bu vektorun əvəziyyəti necə olur? Ortadan çıxan. Yəni, cavab Y variantıdır. Bunun üçlü, dörtlü, beşli formaları da var. 32-ci sual. Həndəsə optika bölməsidir. Bacardığım qədər çalışacağım bölmələri qeyd edeyim. Görəsiniz ki, qəbul hansı bölmələrdən düşüb. Sındırma əmsalı bucaqdan tərs mütənasib asılıdır, bildiyimiz kimi. Misal üçün, burada bucağı qoyuruq. Bucaq həmişə bu perpendikulyarla şuanın arası olur. Birin bucağı, bu da 2-nin bucağı. Bucaq cəhətdən 1 2-dən böyükdürsə, deməli, sındırma əmsal cəhətdən 2 1-dən böyükdür. Sürət isə bucaqdan düz mütənasib asılı olduğuna görə V1 V2-dən böyük olur. Cavab N2 böyükdür, N1, V cəhətdən isə V1 böyükdür, V2 Y variantıdır. 33-cü sual, deməli, hansı bölmədir? Kondensatorlar olan elektrik tutumu bölməsi. Qoşulmuş, yəni burada demək istəyir U konstantdır. Ayrılmış, burada demək istəyir Q konstantdır. Demək olar, hər qəbul bu bölmədən sual düşür. Və keçən il idi, səhv eləmirəmsə, yəni 24-də də buradan ətraflı yazı sual düşmüşdü. İndi baxaq. Deməli, bizdə şərtdən soruşur ki, yükləndikdə mənbədən hər köynəklər arasında dielektriki çıxartdıq da. Yəni, epsilonu çıxartmaqdan söhbət gedir. Deməli, şu an tutumun düsturu epsilon 0 S bölünsün deydi. Dielektriki çıxartmaq epsilonun azalması deməkdir. Epsilon azalırsa tutum azalır. Bu ikisindən də aiddir. Biri ortaya qoyuram. Mütləq variantla işləyin. Bax, 3-cü zərgədə zaten bir hamısında ortadadır. Yükü azalır. Q azalır deyirsə, mən bunu Q konstant olan yerə qoya bilmərəm. Avtomatik 2-ni bura qoyuram. 2 hissəsini də, bir hissəsində 2 olan cavab. Deməli, C getdi, bu getdi, bu getdi. İmtihanda mütləq şeylə işləyin. Avtomatik 5 də bura gedəcək. Enerji azalır. İndi niyəsinə öyrədəcəm. Gərginlik artır. U artır deyirsə, U artırı da təbii ki, bura U konstant olan yerə qoya bilmərəm. Deməli, 3-ü də mütləq bura qoymalıyam. 3 də sağ tərəfdə 2 cərgəsində 3 olan cavab. Deməli, düzgün cavabım Y variantıdır. Bax, imtihanda mütləq variantla işləyin. Gələk 4 ilə 5 niyə oldu? 4-cü sual enerji W bərabər. Ümumiyyətlə, enerjinin düsturu həm sağ, həm sol üçün yazsaq, W bərabər. Burada bizdə U konstant olduğuna görə C kvadratı böl 2 yazmalıyıq. Deməli, tutum bizdə azaldı da. Tutum azalırsa, deməli, enerji azalır. Ona görə enerji azalır 5-i bu hissəyə qoyuruq. Digər tərəfdə isə W bərabər Q kvadratı böl 2C qoyuram. Tutum azalırsa, enerji artıb 4-ü də bura qoyuram. Mütləq nə edirik? İmtihanda vaxtla yaraşdığımıza görə variantla işləyirik. 34-cü sual. Təzyiq qüvvəsi. Təzyiq qüvvəsi F təzyiq bərabər P vurulsun S-dir. Düstur hardan çıxır? P bərabər F bölünsün S düsturundan. P-nin deyərinə yazıram, rho GH vurulsun S. Yəni, təzyiq qüvvəsi həm P-dən, H-dan asılıdır, həm də S-dən asılıdır. Onu da məndən F1 bölünsün F2-ni soruşub da. F1 bölünsün F2 bərabərdir. H1 vur S1 bölünsün H2 vurulsun S2-yə. Buradan da yerinə qoysaq, birincinin hündürlüyü H-dır, ikincinin hündürlüyü 2H-dır, birincinin sahəsi S-dir, ikincinin sahəsi 3S-dir, ixtisar gedir, qalır 6-da 1. Düzgün cavab D variantıdır. Bölmə ayrı hidrostatika bölməsidir. Keçsək 35-ci suala. Saatın 2 sm uzunluqlu ehtimal ola bilər ki, bu il düşsün sizə bu tip sual çevrə bölməsinə dairdir. Deməli, 30 dəqiqə periodun yarısıdır. Hardan bilirəm periodun yarısıdır uşaqlar? Həmişə başdan götürürsünüz, yəni buradan. Burası 0-cı dəqiqədirsə, 30 dəqiqədə gəlir burada tamamlanır.
Ona görə 30 dəqiqə periodun yarısı hesab olunur. Yer dəyişmə yarısında ümumiyyətlə periodun hissələrini çox diqqətlə əzbərləyin. Bu ilin model testində də var. Yarısında yer dəyişmə 2 yerdir. 2 vur, erdə əqrəbin uzunluğu olduğuna görə 2 vurulsun 2, 4-dür. Cavab B variantıdır. 36-cı sual düz xətli bölməsinə aiddir. Düz xətli və enerji bölməsi. Deməli, x oxunun əksi deyir bizə. X oxunun əksi sürət mənfidir deməkdir. Qrafikdən də görürük ki, sıfırdan aşağıdadır, təcil də mənfidir. Hər ikisi mənfi olduqda, deməli, necə hərəkət olur? Bərabər yeyinləşən. Yeyinləşən, deməli, kinetik enerji nə olur uşaqlar? Artır. Kinetik enerji artırsa, artan qrafiklərdən, gəlin baxaq öncəliylə, deməli, B olmaz, sabitdir, bu azalır, olmaz. Bunların arasında qalırıq. Kinetikin T ilə olan düsturunu qururuq. Y kinetik bərabər mv kvadratı bölünsün 2. V-nin də yerinə AT yazsaq, kinetik zamandan kvadratik asılı olur. Kvadratik və yeyinləşən qrafik D variantıdır. 37-ci sual. Deməli, statika bölməsinə aiddir. 12 və 2 ümumilikdə 14 kiloqramdır. Bura 14 isə deməli hərəsi əslində 140 newtonla getməliyik. Sadəcə asan yolla qaçacam. 7-7-dir. Bu ipdəki ağırlıq 7 kiloqramsa, burada da 7 kiloqramdır. Altın üstünə neçə gəlməliyəm ki 7 olsun? Deməli, x-i 1 kiloqram götürməliyəm. 38-ci sual. Çevrə üzərində yerləşən 3.3-ün çevrə mərkəzində yekun sahənin intensivliyi. Həmişə nə deyirik? Intensivlik deyəndə nəyə baxırıq? Oxların girməsinə yoxsa çıxmasına. Əgər müsbət yükdürsə özündən verir, mənfi yükdürsə özünə alır. Bir-bir bütün yüklər üçün çəkək. Yuxarıdakı misal üçün bu yükümüz müsbətdir. Müsbət nə edir? Özündən verir. O nöqtəsinə, yəni ki bu O nöqtəsindən ötürür. Özündən O'ya doğru ötürür. Misal üçün bu yükümüz mənfidir. Mənfi isə əksinə O nöqtəsindən özünə doğru alır. Bu da müsbət yükdür. Bu da deyir ki, mən də O nöqtəsindən özümdən ötürürəm. Deməli, uşaqlar, bu yaşılla bu göyün əvəzləyicisi olur ortadan çıxan. Bu mavi ilə qırmızının da əvəzləyicisi eyni istiqamətdə yönəldiyinə görə elə onlarla eyni olur. Düzgün cavab 2. Bölmə elektrik sahəsi bölməsi. 39-cu sual. Deməli, termodinamika bölməsi. Termodinamika. İzotermik proses, temperatur sabit. Sabit kütləli, kütlə sabit. Daxili enerjinin düsturunu veririk. Mütləq həmişə nə deyirik? Nəyi sabit verirsə, onu mütləq düsturda istifadə etməliyik. Yazırıq 2-də 3 MRT bölünsün böyük 2. Uşaqlar, M də sabit, T də sabit, universal qaz sabiti onsuz da sabitdir, molyar kütlə də sabitdir, verilmiş ideal qaz üçün. Belə çıxır ki, daxili enerji sabitdir. Burada hansı səhvi eləmirik? U bərabərdir 2-də 3 PV yazmaq olmaz. Niyə? Çünki izotermik deyir, sabiti düsturda istifadə etməliyik. Ona görə bundan getmək olmaz. Sonra 40-cı sual. Mexaniki rəqslər bölməsinə aiddir. İmpulsu ən böyükdür. İmpulsun düsturu MV-dir. İmpuls ən böyükdürsə, sürət ən böyükdür. Gözümüzün qabağına gətirək. Rəqqas rəqsi hərəkət edir. Sağa, sola, sağa, sola. Sürət harada ən böyük olurdu? Tarazlıqda. Kənarlarda x-in maks olduğu yerlərdə sürət nəyə bərabər olurdu? 0-a. Onda mənə sürətin maks olduğu yer lazımdırsa, mən hara götürəcəm? Tarazlıq nöqtəsi. Yəni, x 0-a bərabər olduğu yerdə sürət nədir? Maksimumdur. X-in 0 olduğu nöqtə hansıdır? 0-ın üstündə gedən 2 və 4. Variantla da işləyə bilərsiniz uşaqlar. Ya 1, 3, 5 olmalıdır, ya da 2, 4 olmalıdır. 41-ci sual. İşıq kvantları bölməsinə aiddir. Deməli, tezliyi verib. Nü bərabərdir 3 vurulsun 10 üstü 14. S-ni verib 3 vurulsun 10 üstü 8. H-ı verib 6,6 vur 10 üstü mənfi 34. İmpulsu deyir tap. P bərabər sual. P-nin düsturu Y bölünsün S-dir. Y-nin də yerinə H-nü yazsaq H-nü bölünsün S. Buradan da 6,6 vur 10 üstü mənfi 34. Nü 3 vurulsun 10 üstü 14. S-də 3 vurulsun 10 üstü 8. Neyinirəm? Variantlara baxıram. Bir-birinə oxşar cavab varmı? Yoxdur. Onluqlara fikir verməyəcəm onda. 3 ilə 3 aparacam.
6-6 ilə olan cavab. Düzgün cavab D variantıdır. 42. Elektromagnet induksiya bölməsidir. Epsilonun fi ilə bağlayan düstur epsilon bərabər mənfi delta fi bölünsün delta t'dir. Neysə zamana bölürüksə, deməli onun törəməsi digərini verir. Buradan uşaqlar törəmə tapmağa çalışacağım. Deməli 4 epsilon bərabər fi'nin törəməsi, 4'ün törəməsi verir 0. Bunun qabağında mənfi də var. Mənfi 0 çıx 6 t'nin də törəməsi mənfi 6. Bu da edir müsbət 6. Müsbət 6 aldığına görə 6-dan sabit. Bu bölmə demək olar qəbulda hər il düşür. Elektromagnet induksiya bölməsi Lens qaydası. 43. Bir dənə cihaza aid sualımız olmalıdır. Budur. Bu cihazımızın adı nədir? Tranzistor. Tranzistor C variantı müxtəlif mühitlər bölməsidir. Müxtəlif mühitlərdə elektrik yanı. 44-cü sual. Yine mexanik rəqslər bölməsi maraqlıdır. 2 dənə sualdır buradan. Riyazi rəqqasın rəqs periodu. Riyazi rəqqasın rəqs periodunun düsturu 2 pi kök altında L bölü J'dir. Düsturda nə var ondan asılıdır, nə yoxdursa asılı deyil. Periodumuz uzunluqdan kök altı düzdür, 2 doğrudur. Period J'dən tərsdir, 4 doğrudur. Amplitud düsturumuzda olmadığına görə amplituddan asılı deyil, 5 doğrudur. Cavab 2, 4, 5 A variantı. 45 bir dənə vahid düşməlidir. Düşən vahid kəmiyyətə keçmə yolu ilə həll eləyək. Amper idi, volt u'dur, saniyə t'dir. Klon Q'dur, metrdə S, L, ürəviz nə istəyir, D, misal el yazacağım. U, I, T nəyin düsturudur? İşin. A bölünsün QL. A'nın düsturu var U, Q. Q'lər getdi U böl L ya da U bölünsün D. O da nəyin düsturudur? İntensivliyin. Düzgün cavab A variantı. 46. Düzxətli hərəkətdə iş bölməsinə dairdir. Enerji ilə birləşməsidir. Deməli, buna uyğun biz F'in qrafikini quracaq. Deməli, uşaqlar, düzxətli kinetik enerji zamanı 0T1 S1 hissəsinə görürəm ki, kinetik enerjim nədir? Sabit. Sonra da kinetik enerji nə olur? Artır. Kinetik enerji sabitdirsə, deməli, sürət sabitdir. Sürət sabitdirsə, Newtonun birinci qanuna görə qüvvə nəyə bərabərdir? Sıfıra. Əvəzləyici qüvvə. Sıfırın üstündə başlayan kimi sıfırın üstünə gedən cavab düzgün cavab A variantıdır. Bitdi. İndi 2 dənə birdən sıfır olsaydı, belə sıfırın üstünə gedən 2 dənə variantı olsaydı. Burada kinetik artır, sürət artır, azalır, deməli bərabər yeyinləşəndir. Ya da yavaşayandır. Bərabər yeyinləşən, bərabər yavaşayanda da qüvvə nədir? Sabit. Ona görə ikinci hissəmizi belə sabit verib. Belə şeylər olmur. Sonra 47-ci sual. Həndəsə optika bölməsi. Tezliyi verib nü bərabərdir. 6 vurulsun 10 üstü 14. Sındırma əmsalı 2 onda 5. S-ni verib 3 vurulsun 10 üstü 8. Deyir ki, lambdanı hesabla. Bu sual artıq ikinci dəfədə düşür. Əvvəlki illərdə 2025 bildiyimiz kimi əvvəlki illərə nəzərən ən rahat qəbul hesab olunur. Ona görə 24-də filan bu düsturun düşdüyü formalar biraz daha qəliz idi. Sındırma əmsalının düsturu S bölü V'dir. V-nin yerinə qoyuruq lambda nü. Buradan da lambdanı tapanda S bölünsün, N vurulsun nü. Yəni 3 vurulsun 10 üstü 8. 2 tam onda 5 vurulsun nüdə 6. Bir-birinə oxşar cavab varmı? Yoxdur. Onluqlarına da fikir vermirəm. 3 ilə 6 gedir 2. 2-ni 2 onda 5-ə vuranda 5-də 1. 0 onda 2. 2 ilə olan cavab B variantı. Həndəsə optika bölməsi. 48 atom bölməsi. Bu sualın indi fərqli formaları da var model testdə. Uşaqlar, xəttin uzunluğu enerji keçid, ümumiyyətlə bu xətlər enerji keçidləridir və iki xəttin uzunluğu digər xətti verirsə, deməli o iki keçiddəki, o iki xəttdəki enerji digər enerjiyə bərabərdir. Baxın, mən sizin üçün bunu burada rənglərlə düzəcəm. Məsələn, bu 1-3 xətti 1-2 xəttinin uzunluğu ilə 2-3 xəttin uzunluğunun cəminə bərabərdir, düzdürmü? Onda yazıram ki, mən Y 1-3 bərabərdir. 2-3 üstə gəlinsin 1-2. Bu suala dair 20 sınavda daha fərqli formalar da var. Dediyim kimi xətlərlə gedirsiniz. Lambda nü desəydi, bura h nü qoyacaqdım 1-3. Lambda deyirsə, hc bölünsün, lambda qoyuram 1-3.
HC bölünsün lambda 2-3. HC bölünsün lambda 1-2. Buradan HC-ni mötərizə xərcinə çıxartsam gedəcək. Qalacaq 1 bölünsün. Düzdürmü? Yerinə qoyaq. 1 bölünsün lambda 1-3'üm yoxdur. Buradan yazacağım biraz. 1 bölünsün 700 üstə gələnsin 1 bölünsün 300. Ortaq məxrəc 2100 götürəcəm. 2100'ü 700'e böləndə eləyir 3. Burada da eləyir 7. Bu da eləyəcək 10. Bununla bu ixtisar getdi. 1 bölünsün lambda 1-3. 1 bölünsün 210'dursa. Onda lambda 1-3 özü nəyə bərabərdir? Eləcək 210'a. Belə. Atom bölməsi. 49-cu sual. Çeviri üzrə hərəkət. Əvəzləyici qüvvə, Newton qanunları. Əvəzləyici qüvvənin düsturu emadı. A-nın yerinə V ilə periodla olan düstur. Omega V qoyuram. Omeganın da yerinə 2 pi bölünsün T qoyuram. Məxrəcə T olan cavab D variantıdır. Görürsünüz, çətin deyil əslində. 50. Dəyişən cərəyan bölməsidir. Mütləq düşəcək, mütləq. Dəyişən cərəyan. Deməli, uşaqlar, toxunaq nəyə? Sualda deyir ki, bizə burada tezliyi artırdıq da. Tamam. Çözərmə. Çözərmə sözü i deməkdir. Birinci lampa üçün yazıram, bunun üçün. I1 bərabərdir. U bölünsün R. Birinci lampanı ölçən adi R olduğuna görə aktiv müqavimətin düsturu Royal bölünsün S qoyuram. Baxıram ki, bu düsturda tezlik yoxdur. Ona görə I1'i götürürəm, dəyişməz. Keçirəm ikinci lampaya. I2 bərabərdir. U bölünsün. Burada tutum müqaviməti vardı. XC. XC'nin düsturu nədir? 1 böl omega C. Bu omega C də buradan qalxacaq yuxarı. Olacaq bu formada. Buradan da I2 bərabərdir. Təkrardan yazıram. UC omeganın yerinə qoyuram. 2 pi nü. Tezliyi artırıramsa nünü. Deməli I2 artacaq. Ona görə ikinci lampanın parlaqlığı artır, birinci lampa dəyişmir. Düzgün cavab B variantı. Mütləq hamı dəyişən cərəyan düsturlarını öyrənsin, mütləq. 51-ci sual. Tam islatmayan bərk cisimlər bölməsi. Tam islatmırsa bucaq 180'dır. Tam islatsa 0'dır. Tam islatmır dediyinə görə 180'dır. 52-ci sual. Maqnit enerjisi bölməsi hər il düşür, bu ildə düşəcək. I bərabər 5 amperdir. Maqnit enerjisi 50 joldur. İnduktivliyi tap. Tamam. W bərabərdir düsturum. L kvadratı bölünsün 2'dir. Buradan da L tapanda 2W bölünsün I-nin kvadratına. Yəni 2 vurulsun 50 böl 5'in kvadratı 25. O da eləyir 4. Diqqətli olun. Ay yox, elə bildim i-dir, elə bildim l-dir. Nə bilim, belə şeylərdə çalışın səhv eləməyəsiniz. Yəni çox sadə bir sualda rahatlıqla 4 tam neçə bal verir. 53-cü sual. X, O, Y müstəvisində. Quraq. Bu bizim X-dir. Bu da bizdə Y müstəvisi. Bu da O nöqtəsi. X 8 üstəgənsin 3T-dir. 8 üstəgənsin 3T-yə görə biz buradan mat nöqtədən sürəti keçid ediriksə, buradan VX-a görə sürəti törəməklə 3 verəcək, VY-ə görə sürət -4 verəcək. X oxundan sürətə görə 3 qoyuram, Y oxunda sürətə görə -4 qoyuram və bunlar bir-birinə 90 dərəcə olduğuna görə əvəzləyici nəyə bərabər olacaq? Pifagora. 3'ün kvadratı üstə gəl -4'ün kvadratı, o da eləyəcək 5 metr bölünsün saniyə. 54-cü sual. Da bu sual nə qədər düşüb bilmirəm. Temperatur 27 dərəcə Selsi, yəni 300 Kelvin. Nisbi rütubət fi bərabər 60%, 0.6. Mən düsturu 100%-ə vurmamaq üçün həmişə bunu 0.6 yazıram. Malyar kütləni verib 18 vurulsun 10 üstü -3, R verib 8, doyan su buxarı ρ0 bərabərdir 3 vurulsun 10 üstü -2. Bizdən soruşur ki, nəyi tap? Parsiyal təzyiqi. Yəni adi bildiyimiz qazın təzyiqi. P sual. Uşaqlar, bax fi var. Fi var, ρ0 var. Deməli gedib nəyi tapacam? R'nu tapacam. Fi bərabərdir rho bölünsün ρ0. Buradan da r'nu tapanda olacaq fi vurulsun ρ0. Fi'nin qiyməti 0.6, ρ0'ın qiyməti 3 vur 10 üstü -2. Bu da eləyəcək 1.8 vur 10 üstü -2.
Açıq sualdır deyə onluqlara filan mütləq fikir veririk. Sonra təzyiqin Rho-la, R-la, T-la, Z-la olan düsturu Rho-RT bölünsün böyük M-dir. Rho-nun qiyməti 1,8 vur 10 üstü mənfi 2, R 8-dir, T 300-dür, böyük M-də 18 vur olsun 10 üstü mənfi 3-dür. Uşaqlar 1,8 vur 10 üstü mənfi 2, 18 vur 10 üstü mənfi 3 demək deyil. Bu da eləyir 2400. Deməli düzgün cavabım nədir? 2400. Ay yazmayayım, imtina edeyim, belə şeylərə girməyin. Çünki baldır. 4 balda, 5 balda çox önəmlidir qəbulda. Keçsək 55-ci suala. Elektromaqnit rəqslər dalğalar bölməsidir. Sarğacın maqnit enerjisi maksimum olduqda. Maqnit maksimum olursa, belə yazaq. Maksimum olursa, maqnit, yəni sarğac. Maksimum olursa, onda elektrik, yəni kondensator, aid olan nə kəmiyyət varsa minimum olacaq. Amma nə? Tutum istisna. Soruşur ki, burada maqnit maksimumsa başqa nə maksimum ola bilər? Uşaqlar, sarğaca aid olan bir kəmiyyət maksimumsa qalan hər şey maksimum olur. Yəni sarğacın cərəyan şiddəti də maksimum olacaq, sarğacda maqnit seli də maksimum olacaq. Ona görə düzgün cavab 1,3-dür. Nə minimum olar desəydi, bu kondensatora aid olanları götürəcəydiniz. Çox rahat sualdır. 56. Bunu buradan kəsək, o tərəfdən yapışdıraq ki, bir yerdə baxaq. Deməli, yazıb bir-birinə çəkisi nəzər alınmayan uzanmayan iplə bağlamış cisimlər səthə paralel yönəlmiş 60 Newton. Deməli, bu 60 Newtondur. İp qırılsı ikinci cisim dayanana qədər. Uşaqlar, 60 Newton güvənin təsiri ilə bərabər sürətlə gedir. Bərabər sürətlə gedirsə, birinci gedək şey tapaq, 60 ilə cisimlər aparırıqsa, M1 plus M2 vurulsun A bərabərdir F-ə, 15A bərabərdir 60-a, A bərabərdir 4-ə. Deməli, birincinin dartdığımız qüvvə M1A 20 Newtondur. Bu birisində M2A, bu da 40 Newtondur və nəticə itibarilə biri 40 ilə də, biri 20 ilə də, hamısı bir yerdə 60 ilə dartılır. Deyir ki, ip qırılandan sonra bu ikincinin getdiyi yol. İkincinin getdiyi yol nəyə bərabər olacaq? Ancaq sürtünmənin hesabına gedəcək axı. Onda tormozlanma olacaq deyə S tormoz bərabər olacaq V0-ın kvadratı bölünsün 2 μ-yə. Bir dəqiqə. Aha. V0 4-dür bizdə vermişdi. 4-ün kvadratı bölünsün 2. Müjə yoxdur. Müjəni də aradan tapacam. Burada 40 Newtonsa 40 ilə sürtünməyə bərabər olacaq. Onda qoy bunları rəngləyim. Bunu buradan tapdıq. Onda yazırıq ki 40 bərabərdir μ-m-j-yə. 40 bərabərdir μ-j ikincinin kütləsinə qədər idi 10. Deməli μ-j nəyə bərabərdir? 4-ə. Gətirəm bu müjə 4-dür, burada yerinə qoyuram. O da olur 2 vurulsun 4. Cavab eləyir 16 bölünsün 8. Deməli 2 metr yol gedəcək. 57. Yine maqnit bölməsi. İnduksiya xətlərinin perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə daxil olan cisimlərə Lorentz qüvvəsinin istiqaməti. Bildiyimiz kimi Lorentz qüvvəsi təkrar edək. QB sinusdur. Lorentzin istiqaməti sol əllə təyin olunur. Sol əlimizdə 90 dərəcə açılmış baş barmaq göstərir nədir? F Lorentz qüvvəsini. 4 barmaq i-ni göstərir. Bağışlayın, amper diyinidir. 4 barmaq V-ni göstərir. B isə necə olur? Ovucumuzun içinə perpendikulyar. Əgər ki, bu sol əlimizdirsə, biz əlimizin içini görürük və bu zaman induksiya olur X. İndi burada bir-bir baxırıq. Əlimizi ilə tutmalıyıq ki, B ovucumuzun içinə perpendikulyar yönəlsin. Birincisi neytrondur. Neytrona avtomatik qüvvə təsiri göstərmir. Neytrona S götürürəm. Burada da istiqamət verildiyinə görə uşaqlar hərəsinə bir dənə götürəcəksiniz. Misal üçün, həm A-nı, həm D-ni götürüb yazmayın. Ya sağdır, ya soldur, ya aşağıdır, ya yuxarıdır. Ya bizədir, ya bizdən oradır. Yəni bir dənə. İndi proton üçün. Bax, əlimə elə tuturam ki, 4 barmağım yönəlir üzü aşağı. Onda baş barmağım B ovucumun içinə girir də. Bircə dəqiqə mən bunu əllə çəkməyə çalışacağım sizin üçün. Bax, 4 barmağım üzü aşağıya doğru yönələndə
əlimi elə tuturam ki, bu B ovucumun içinə girsin. B gəlir, girir ovucumun içinə. Burası ucu qırıq-qırıq olur. B ovucumun içinə girəndə, ovucumun içinə girəndə baş barmağım olur şəkil müstəvisindən bizə doğru. Deməli, 4 barmağım V aşağıdır deyə aşağı tutdum. B ovucumun içinə girdi. Baş barmağım olur şəkildən bizə doğru. Şəkildən bizə doğru B-ni protona qoyuramsa, avtomatik elektronu nə qoyacam? A-nı. Şəkil müstəvisinə doğru yönəlib. 58-ci sual, keçdi ətraflı yazı. Bu sual dəfələrlə düşüb, qapalı şeyin, daha doğrusu topluda istifadə olunan bir sualdır. Deyir ki, ipə bağlamış cismin şaquli müstəvidə çeviri özü hərəkət etdirirlər. A nöqtəsində ip qırıldı, tezliyi 2 dəfə artırsa, tezliyini 2 dəfə artırdıqda maksimal hündürlük qalxma müddəti. Uşaqlar, bunun H-la olan forması da var. Tezliyi əvəzinə period deyən forması da var. Maksimal hündürlüyə qalxma müddəti yazırsınız. T qalxma bərabərdir. V0 bölünsün J-dir. V0-ın yerinə 2πr n bölünsün J-dir. Və burada deyirik ki, tezliyi 2 dəfə artırsa, deməli, qalxma müddəti də T qalxma da nə olacaq? 2 dəfə artacaq. Söktardı. Cavabımızı uyğun düsturda yazdıq zaten. 59-cu sual. Kütləsi 4 kilogram olan cisim. Bizə dəqiqə. Bu qrafiki sürüşdürək aşağı. Aha. Kütləsi 4 kilogram yazıram. M bərabərdir 4 kilogram. Radiusu 2 metr. Fi var, T var uşaqlar. Məndən sonra kinetik hesabla. Tamam. Bunun da yine başqa bir forması da var idi. Qrafikdə nəyi tapa bilirəm? Omeqanı. Yazırsınız omega bərabər fi böl T. 12 bölünsün 4. O da bərabərdir 3 radian bölünsün saniyə. Bu birinci etap. Omeqanı tapandan sonra V-ni tapıram. Omega vurulsun R. 3 vurulsun 2. Bu da elir 6 metr böl saniyə. İkinci etap. Sonra da kinetiki tapıram. M V kvadratı bölünsün 2. 4 vur 6'nın kvadratı bölünsün 2. 4 vur olsun 36 bölünsün 2. O da elir 72 joule. Bitti. Geldik 60'a. MK'nin bölməsi. Buna uyğun məndən soruşur ki, PV koordinatı qrafikini çək. Tamam. Sabit kütləli sözünü unutmayaq. Çəkirəm P-nin V-dən asılığı. Uşaqlar, P-ni, V-ni, T-ni, M-i bağlayan düstur. PV bərabər MRT bölünsün böyük M. Yazırıq ki, PV bərabərdir MRT bölünsün böyük M düsturuna əsasən. Qrafikin bir iki hissəsində tezlik sabitdir. Temperatur artır. Temperatur artırsa deməli həcm artır deyə vurğuluyursunuz. Çəkirsiniz belə. 1, 2. 2-3 hissəsində baxın 2-3 budur. Düz mütənasib. PT-dən düz mütənasib olduğuna görə V konstantdır. Əslində burada iç demiri əsaslandır. V konstantdır və temperatur artır, təzyiq artır deməkdir. V konstant, temperatur artır, təzyiq artır. Üzü yuxarı. Yəni təzyiq noxu yuxarıda, siz də yuxarı çəkirsiniz. 3-4 hissəsində 3-dən 4-ə T-nin oxuna perpendikulyardır. Deməli T sabitdir. P artır. T sabitdirsə PV-dən tərs asılı olmalıdır. V artırsa EP tərs mütənasib. P də artır deyə qrafikim olmalıdır belə. 3, 4. Sonra qrafikin 4-1 hissəsində baxın bu. Yenə PT-dən düz asılsa V sabitdir. Temperatur azalır, təzyiq azalır. V sabitsi olur belə üzü yuxarı, təzyiq azalır deyə oxudu üz aşağı. Qrafikimiz olur bu.